2026-cı il üzrə nominal ümumi daxili məhsulun həcminə əsasən dünyanın ən böyük iqtisadiyyatlarının reytinqi açıqlanıb. Yenavaz.com Beynəlxalq Valyuta Fondunun məlumatlarını istinadən xəbər verir ki, siyahıya 32,4 trilyon dollarlıq ümumi daxili məhsul ilə ABŞ liderlik edir. İkinci yerdə 20,9 trilyon dollarla Çin, üçüncü yerdə isə 5,5 trilyon dollarla Almaniya qərarlaşıb. İlk beşliyi Yaponiya və Böyük Britaniya tamamlayır. Hindistan 4,2 trilyon dollarla 6-cı, Fransa 3,6 trilyon dollarla 7-ci yerdə qərarlaşıb. Braziliya isə 2,6 trilyon dollar nominal ümumi daxili məhsul ilə ilk onluqda yer alır. Kanada 2,5 trilyon dollarla 11-ci, Avstraliya, Meksika və İspaniya isə hər biri 2,1 trilyon dollarla növbəti pillələri bölüşür. Siyahıda Cənubi Koreya 1,9 trilyon dollarla 15-ci, Türkiyə 1,6 trilyon dollarla 16-cı, İndoneziya 1,5 trilyon dollarla 17-ci, Hollandiya və Səudiyyə Ərəbistanı hər biri 1,4 trilyon dollarla 18 və 19-cu, İsveçrə isə 1,1 trilyon dollarla 20-ci yerdə qərarlaşıb. Qeyd edək ki, nominal ümumi daxili məhsul ölkələrin iqtisadi həcmini cari bazar məzənnələri əsasında qiymətləndirən əsas göstəricilərdən biri hesab olunur və beynəlxalq iqtisadi müqayisələrdə geniş istifadə edilir.